Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Aprelin 24-ü Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsində yerləşən 121 nömrəli orta məktəbdə qida zəhərlənməsi baş verib. Xəbər verilir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin AQTA məlumat yayıb. Bildirilib ki, həmin tarixdə qurumun 1003 çağrı mərkəzinə zəhərlənmə ilə bağlı məlumat daxil olub. Müraciət əsasında agentliyin əməkdaşları tərəfindən müvafiq araşdırmalara başlanılıb. Məktəbin bufetində və təhsilat müəssisəsində yoxlamalar aparılaraq qida nümunələri laborator müayinələrə cəlb edilib. İlkin məlumata görə bufetdən alınan qovğalı istehlak edən 7 şagirddə qida zəhərlənməsi əlamətləri müşahidə olunub. 5 nömrəli yoxucu uşaq xəstəlikləri xəstəxanasına yerləşdirilən şagirdlərə dəqiqləşdirilməmiş bakterial mənşəli qida zəhərlənməsi diaqnozu qoyulub və onlara zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar. Yoxlama aparılarkən məktəbin bufetinin müvafiq qeydiyyatdan keçmədən fəaliyyət göstərdiyi, istifadə edilən məhsulların mənşəyini təsdiq edən sənədlərin mövcud olmadığı, eləcə də saxlanma şəraitinin sanitar-gigiyenik tələblərə cavab vermədiyi müəyyən edilib. Eyni zamanda Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən Ləzzət unlu qənnadı məlumatlarının istehsalı müəssisəsində plandan kənar yoxlama aparılıb. Baxış zamanı müəssisədə ciddi sanitar-gigiyeni normalarının pozulduğu aşkarlanıb. Götürülmüş qida və yaxma nümunələrinin laborator müayinəsi nəticəsində uyğunsuzluq, enterobakteriya və stafilokok aşkarlanıb. Müəyyən edilən nöqsanlar əsasında məktəbin bufetinin və təhsilat müəssisəsinin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb. Məktəbin direktoru və sahibkarlar barəsində inzibati tədbirlər görülərək müvafiq protokollar tərtib edilib. Faktla bağlı toplanmış materiallar müvafiq tədbirlərin görülməsi üçün hüquq mühafizə orqanlarına göndərilib.